Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. İş vaxtı ilə qarşınızdayıq. Yeni iş həftəsində yeni gündəmlərlə gəlmişik. Önəmli istiqamətimiz xəbərimiz də var. İstəyirəm onu da sizdən bölüşək ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın son açıqlaması yaxın şərqdə yeni diplomatik balans yarada bilər. Trump bildirib ki, beynəlxalq sabitləşdirici qüvvələr yaxın günlərdə Qəzza zolağında yerləşdiriləcək və bu prosesdə Türkiyə də iştirak edəcək. Lakin İsrail Baş naziri Benjamin Netanyahu Türkiyənin beynəlxalq missiyada yer almasına qarşı çıxıb. Bu regionda qüvvələr nisbətinə necə təsir göstərəcək? Süjetdən öyrənək. Trump'ın Qəzza zolağı ilə bağlı açıqlaması ABŞ-nin yaxın şərq siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ağ Ev bu dəfə birbaşa müdaxilədən qaçaraq məsuliyyəti bölgə ölkələrinin üzərinə qoyur. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, Misir və Yordaniya kimi dövlətlər bu prosesdə iştirak edəcək. Ekspertlərə görə bu qərar həm Qəzza zolağında təhlükəsizlik mühitini dəyişə, həm də regionda yeni diplomatik ittifaqlar formalaşdıra bilər. Qəzzada sabitləşdirici qüvvənin yerləşdirilməsi hər şeydən əvvəl belə qənaətə gəlməyə əsas verir ki, artıq Qəzzada hərbi əməliyyatların ən azından aktiv fazası başa çatıb və bundan sonra artıq Qəzzada bir növ o sabitləşdirici qüvvə həm də belə demək mümkünsə bir sülh məramlı missiyasını bəlkə də yerinə yetirəcək və növbəti dəfə atəşkəsin pozulmasının qarşısını alacaq. Türkiyə daha əvvəl beynəlxalq missiyaya qoşulmağa hazır olduğunu deyib. Həmçinin Misirdə keçirilən sammitdən sonra Donald Trump da Türkiyə barədə müsbət fikirlərlə çıxış edir. İsrail tərəfi isə Türkiyənin beynəlxalq qüvvələrdə yer almasına açıq şəkildə qarşı çıxır. Netanyahu bunu etimadsızlıq səbəbi ilə əsaslandırsa da, müşahidəçilər hesab edir ki, məsələ daha dərindir. Siyasi təhlilçilərə görə İsrail və Türkiyə arasında diplomatik münasibətlərin tam bərpa olunmaması, həmçinin bölgədə nüfuz uğrunda rəqabət qarşıdurmanı daha da artırır və Türkiyə hərbiçilərinin Qəzzada olması yaxın şərqdə güc balansını qorumaq baxımından önəmlidir. Amerika Birləşmiş Devletleri Başkanlığı və Başkan Trump da Türkiye'nin burada yer almasını istemesi elbette ki gayet doğal ve Türkiye'ye olan güveni bir kez daha ortaya koyması açısından önemlidir. Bununla birlikte Hamas ve Filistin tarafının da Türkiye'nin burada yer alması gerektiğine dair talepleri olduğu da bilinməkdədir. Beləliklə Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi planı həm ümid, həm də risk yaradır. Türkiyənin prosesə qoşulması bölgədə yeni diplomatik xəritənin formalaşmasına təkan verə bilər. Amma İsrailin etirazı və tərəflər arasında inamsızlıq bu planın reallaşmasını sual altında saxlayır.